Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə Dövlət İmtahan Mərkəzinin çıxarmış olduğu 5-ci sınaq testinin izahı ilə qarşınızdayıq. 5-ci sualımıza nə deyir? Komensalizmə aiddir. Ümumiyyətlə, qarşılıqlı əlaqənin formaları var. Simbiyoz, komensalizm, amensalizm, mutualizm. Simbiyoz odur ki, hər iki tərəf üçün faydalıdır. Komensalizm odur ki, biri üçün faydalı, digəri üçün neytraldır. Məsələn, tutalım ki, at pıtrağı da pişik dili, bitkilərin toxumları heyvanların tüklərinə ilişib yayılır. Bu bitki üçün faydalıdır, heyvan üçün əhəmiyyəti yoxdur. Amensalizm bir tərəf üçün zərərli, digər tərəf üçün əhəmiyyəti olmur. Məsələn, ağacların kölgəsinin altında işıq sevən otların bitməsi ağac üçün heç kimi əhəmiyyəti yoxdur, amma ot bitkisi üçün o zərərlidir. Bir də var mutualizm. Mutualizm yadına saxlayın ki, hər iki tərəf mutludur da. Hər ikisi üçün faydalıdır. Məsələn, həşəratların çiçəklərin nektar toplanması həşərat üçün də, nektar üçün də, çiçək üçün də faydalıdır. İndi keçək, burada isə komensalizmə, burada görürsünüz, bu neytralizmdə odur ki, heç biri üçün əhəmiyyəti yoxdur. Bu ikisi neytralizmə aiddir. Qov göbələyi bitkidə parazitizmə aiddir. Yəni, biri üçün faydalı, digər üçün zərərlidir. Burada iki siçan qarşılıqlı hər iki üçün zərərlidir. Burada ayı yırtıcı şikar münasibətidir. Ayı balığı yeməyi Y variantında. Sonra ancaq D variantına baxsaz isə iri balığın altında xırda balıqlar yerləşir. Bu balıqlar üçün, iri balıq üçün heç bir əhəmiyyəti yoxdur, ancaq xırda balıqlar qovulmaq məqsədi ilə onun altında gizlənmişdir. Sonra keçək sxemdəki ekosistemdəki orqanizmlərin arasındakı qarşılıqlı əlaqə formasında müsbət, zərərliyə mənfi, neytral sıfırla münasibət bir simvollar cüt kombinasiya şəklində verilmişdir. Qarşılıqlı əlaqə tipləri. Deməli, üçüncü qarşılıqlı aid olan müəyyən edin. Üçüncü qarşılıqlı təhdisi nədir? Hər iki üçün zərərli. Çəkili bitki kəpənək dedik ki, bu nədir? Mutualizm hər ikisi tərəf üçün xeyirlidir. At pıtrağı it. Bu komensalizmə aiddir. Biri üçün faydalı, digər üçün neytraldır. Sonra qoyun keçi hər iki tərəf üçün nədir? Mənfidir. Çünki eyni qida yolunda rəqabət gedir bunlar arasında. Şeh çiçəyi həşərat. Şeh çiçəyi biri üçün faydalı, digər üçün isə zərərlidir. Pişir pələng. İşirlə pələng eyni qida yolunda bir-birinin arasında rəqabət gedir və hər ikisi üçün də zərərlidir. Bizdə də 3-ə gözüstü cavabımız olacaq D variantı. Poliploidlik haqqında hansı ifadə doğru deyil? Ümumiyyətlə, yadınızda saxlayın ki, poliploidlik gen mutasiyasıdır. Buna görə də biz bunun haqqında doğru olanlar forması süni sürətdə əldə edilə bilər, bəli. Bitkinin təbii sürətdə yarana bilər, bəli. Xromosom mutasiyasının ilə cavab budur. Çünki ilk başlanğıda dedik nədir? Gen mutasiyasıdır. Nəsil şəkərcərəsinə əsasən hansı ifadələr doğrudur? Əlamətlər restiv olaraq irsən ötürülür. Biz bunu birə yazsaq, bunda heç birində üzə çıxmayıbsa, deməli bu kiçik A-dır, bu isə böyük A-dır. Və burada isə alınanların, övladların hamısı isə, məsələn, 3-dür, 4-dür, 1, burada 2-dir, 3-dür, bir də 5-dir. Bunların hamısının genotipi böyük ya, kiçik yadır. İndi bizdən nəyi soruşur? Bunda xəstə uşaq dünyaya gəlibsə, deməli bu biri də böyük ya, kiçik ya olacaq. Ki bu xəstə uşaq bunun nigahından xəstə uşaq dünyaya doğma ehtimalı olsun. İkincisində heç biri xəstə olduğumu, deməli bu böyük A, böyük A'dır. Burada da doğulmayıb, deməli bu da böyük A, böyük A'dır. İndi bizdən nəyi soruşur? Birinci nəsildəki 1 və 2 nigahından doğulacaq qızların genotipcə heterozigot olma ehtimalı 100%-dir. Bəli, görürsünüz, buradakı hamısının elə genotipi elə böyük ya, kiçik ya olacaqdır. Sonra ikinci nəsildə birinci nəsil nikahından doğulan qızların homozigot olma ehtimalı 2-də 1-dir. 1 və 2. 1 və 2 nə idi? 1 və 2 böyük ya, kiçik ya. Böyük ya, kiçik ya ilə. Bu zaman yaranan nəsil nə olur? Kiçik ya, kiçik ya. 2 dənə böyük ya, kiçik ya. Bir də böyük ya, böyük ya. Deməli, doğulacaq qızı homozigot. Homozigotlar bir bunlardır, bir bundandır.
Ümumi neçə dənə? 4 dənə genotipi birləşmə əmələ gətirir və onun ikisi heterozigotdur. Bunda homozigotdur 2-dən 1-ə. Bəli, ikincisi də düzgün olmuş olsa. Üçüncü və dördüncü doğulacaq qızların fenotipcə sağlam olma ehtimalı 50%'dir. Buradan görürük ki, bunlar fenotipcə xeyir, çünki bunlar biri böyük A'dır. Bunlar bir böyük A, kiçik A, böyük A, böyük A ilə. Elə bunların hamısı fenotipcə yenə də alınacaq böyük A, kiçik A, böyük A, böyük A. Yəni bunların hamısı fenotipcə sağlam olasıdır. Ona görə 3'ü götürmürük. Sonra 5 və 6'nın nikahından doğulacaq oğlanların həm fenotipcə, həm genotipcə sağlam olma ehtimalı 100%'dir. Və burada elə 5 ilə 6'nın da nikahı eyni bunun bu nikaha uyğun gəlir. Ancaq bunlar fenotipcə sağlam olacaq, amma genotipcə xəstəlik geni var. Ona görə də 4'ü də düzgün götürmürük. Üçüncü nəsildəki 5'in genotipləri həm homozigot, həm də heterozigot ola bilər. Bəli, gördük ki, buradan aldıq. Bu dedik ki, həm homozigot, həm də heterozigot ola bilər. Bu da D variantına uyğun gələcək. Genlərin epistaz qarşılıqlı təsiri zamanı 2 diheterozigot ada dovşanının çarpazlaşmasından əmələ gələn dihomozigotların fenotip parçalanma nisbətini müəyyən edin. Fenotipcə diheterozigodun parçalanması necə? Epistaz nədir? Bir gen digər geninin təzahür gücünü zəiflədirməsinə deyirlər. Buna epistaz deyirlər. Diheterozigot çarpazlaşması nəticəsində alınan fərdlər bir bu elə olacaq da. Bunun alınan fərdlərini yazaq. Birinci. Bunlar alınan fərdlər 1, böyük C, dihomozigot fenotipik parçalanma. Böyük C, böyük A, böyük A. Bu pigmentin olması da, bu da pigmentin tük boyunca yayılmasıdır. Bu olacaq boz renk. Bir və öndə olacaq böyük C, kiçik A. Bu olacaq qara renk. Bir də olacaq kiçik C, böyük A. Bu olacaq ağ renk. Kiçik C. Bu da olacaq ağ renk. Yəni yadınıza saxlayın ki, burada C pigmentin olmasıdır. Bu da A pigmentin yayılması. Əgər pigment yoxdursa, burada dominant və yaxud da resiv olmasının fərqli olmayaraq həmişə ağ olacaqdır. Deməli, boz, qara, 2 dənə. Bir dənə boz, bir dənə qara, 2 dənə də ağ. Bu da olacaq B variantı. Sonra ekoloji piramidaya aid olan doğru ifadəni müəyyən edin. Birincidən nə soruşur? Qida zəncirindən bir halqasının digərinə nə qədər enerji, biokütləli və canlı sayını ötürüldüyünü göstərən qrafik təsvirdir. Elə birinci variantımız cavabı düzgün olmuş olacaqdır. Sonra homozigot qaragöz qadının genotipcə bu əlaməti təyin edən genin bir neçə növ və sayda alleli var. Genotipcə qaragöz qadının geni böyük A'dır. Bunun bir növü var, homozigot dediyinə görə və 2 dənə də alleli var. Bu da edəcək 7-də A variantı. Sonra keçir, uyğunluğu müəyyən edin. Burada uyğunluğu müəyyən edin. Gen mutasiyası. Hər biri gen mutasiyasıdır. Və bizdən bu gen mutasiyasına uyğun olanları müəyyən edəcək. Atom bir yazaq. Atom dominant tipi ilə nə ötürürlər? Onu 1, 2, 3 yazıb buradan tapaq, sonra yerinə qoyarıq. Deməli, birinci nə edəcək? 1'ə uyğun gələcək. Deməli, atom dominant tipli ağ çəng əlamətidir. Bir də Marfan sindromudur. Bu atom dominant tipli ötürülmüş olur. İkincinə baxacağıq. İkincinə uyğun gəlir. İkinci nədir? Atom resesiv. Atom resesiv tipli olanlar isə albinizmdir. Bir də talasemiyadır. Albinizm və talasemiya aiddir. Üçüncünə baxaraq. Üçüncü nədir? X xromosomu ilə ilişikli. X xromosomu ilə ilişikli olan daltonizmdir. B.
Bunları uyğunlaşdıran necə 8-də D variantı. 1 A, D, 2 C, B, 3 də B. 9-cu sualımızda insan orqanizmində Autism resistiv tipli xəstəlikləri müəyyən edin. Ümumiyyətlə yadınızda saxlayın ki, insan orqanı Marfan sindromudur, polidaktiliyadır, autism dominantdır. Hə, bizdən autism albinizmdir, fenilketonuriyadır, bir də talassemiyadır, autism resistivdir. Buradan da olacaq elə albinizmlə fenilketonuriya. Bu da olacaq B variantı. Hemofiliya irsi kan xəstəliyi cinsiyyətlə ilişkilidir. Sonra Vavilyova görə mədəni bitkilərin növ müxtəlifliyi, Şərqi Asiya mərkəzinin növ müxtəlifliyi. Vavilyova görə götürsək, Vavilov növ müxtəlifliyini tutalım ki 100% götürsək növ müxtəlifliyini, Şərqi Asiyada da biz bilirik ki 20%dir. 120%-i 0,2x. Bunu x qəbul etsək, bu da olacaq 0,2x. Sənaye miqyasında gen mühəndisliyi metodları ilə insana xas olan insulinin alınması. İnsana xas olan insulinin alınması insan insulin sintezini təmin edən geni bakteriyaya köçürmək lazımdır ki, bu insana məxsus insulini sintez edək. Uyğunluğu müəyyən edin. Deməli, uyğunluğu heterozis. Heterozis ümumiyyətlə heterozizə aiddir bir xəttlər arası hibridləşmə. Heterozizə aid olanları çıxardaq sonra. Sonra heterozis xəttlər arası hibridləşmə aparılır və məhsuldarlığı artırır. Bir də fərdlərdə heterozigotluğu artırır. Inbreeding heyvanlarda tətbiq olunur. Deməli, heyvan seleksiyasında tətbiq olunur, öz-özünə çarpazlaşmadır. Bu B. Bir də heyvanlarda tətbiq olunur. Bir də C. Fərdləri arzu olunan əlamətləri möhkəmləndirmək üçün istifadə olunur. Deməli, B, C, A, bu da D variantına uyğun gəlmiş olacaq 12-ci sualımızda. 13-cü, dövsüzlük Karpetchenko metodu ilə götürülən hibridin tetraploid xromosom dəsti 56-ya bərabər olar. Bu hibridin əmələ gəlməsinə iştirak edən bir bitkinin spermisinə 7 xromosom olarsa, digər bitkinin ÖŞM hissəsində 2 qat mayalanmada iştirak etməyən hüceyrələrin cəmini hesablayın. İlk öncə yadınızda saxlayın ki, Karpetchenko metodu 2 erkək bitkidən, 2 də dişi bitkidən alınması nəticəsində yaranır və bu 4 olur. 4 enimizdə olur 56 və burada deyir ki 7-dir. Spermi 7-dirsə, deməli burada olur 14. 56-dan da 14-ün çıxsaq neçəsi qalacaq? 56-dan 14-ün çıxsaq qalacaq 42-si. Deməli 2 eni 42-dir, eni də bərabər olacaq neçə? 23-ə. Bizə dişi bitkinin mayalanmada iştirak eləməyən. Ümumiyyətlə 2 qat mayalanma prosesində dişi bitkidən 8 hüceyrə yaranır və bu 8 hüceyrənin 8 hüceyrə yaranır və onların ikisi birləşir, mərkəzi hüceyrəni əmələ gətirir. Deməli, burada bir dənə 2n sayda, 7 dənə də haploid sayda hüceyrə olur. Və bu 2n hüceyrəsi ilə bu hüceyrənin 2n hüceyrə və burada, yəni 7 dənə də burada, yəni bunlarla birlikdə bunun sayda 6 olmalıdır. Bu 6 hüceyrədən də bir dənəsi də gəlir n sayda yumurta hüceyrəni, qalan 5-i isə mayalanmada iştirak eləmir. Birinin də xromosom dəstini neçə tapdıq? 23 tapdıq. 5-i də 23-ə vursaq eləcək 105. D variantı. Sonra Vavilyov irsi dəyişkənliyi homoloji sıralar qanununa görə cəldlikdə baş vermiş irsi dəyişkənliyi hansı bitkidə baş verə biləcəyini proqnozlaşdırmaq olmaz. Vavilyov irsi dəyişkənlik qanunu deyildir. Oxşar irsi xüsusiyyətlər oxşar fəsillələrdə müəyyən edilir. Ancaq bura baxdıqda buğdadır, vələmirdir, ceyranotu, eyni fəsil ancaq şəbugülü xaçəklər fəsiləsinə aiddir. Ona görə də
bunu götürə bilmərik. Yəni oxşar dəyişkənlik qanunu götürmürük. Çünki bunlar hamısı eyni fəsilə, birləpələr fəsiləsinə, bu isə taxıllar fəsiləsinə aiddir. Şəbugülü isə xaçeylər fəsiləsinə, birləpələr sinifinin taxıllar fəsiləsinə, şəbugülü isə ikiləpələrin xaçeylər fəsiləsinə aiddir deyə götürə bilmirik. Qida zəncirində 1200 kJ enerji olarsa, o enerji minimal itkisiz şəraitində ilan hüceyrəsinin qurulmasına neçə kJ enerji sərf olunduğunu hesablayın. Buraya yazaq. Birinci, yəni 1000 2 4 12 dalında 4 0. Bunu tam. Deməli burada olur 12 dalında 1 2 3 4 0. Sonra bunun da minimal etki 5 və 20%. Minimal dedikdə biz 20%-i götürürük. Yəni hər özünə 20%-i ötürmüş olur. Onda bu 24.000 olacaq. 24.000 olacaq. Sonra bu da özündən verəcək 4800 olacaq. 4800. 4800 də yenə İrana verəndə 960 olacaq. Bu isə əgər 5-ci də soruşsaydı 192 olacaq. Bizdən 4-cü ilana verdiyin soruşduğuna görə 960'ı götürürük. Eyler-Venn diaqramına uyğun məddləri müəyyən edin. Bitki seleksiyası, heyvan seleksiyası oxşar. İndi birinci neynəyə? Birinci bitki seleksiyasına uyğun olanları seçək. Sonra heyvan seleksiyasına uyğun olanları seçərik. Bitki seleksiyasına uyğun olanlar kütləvi seçmədə tətbiq olunur. Bir də dövsüzə ardan qalma Karpachenko metodundan istifadə edilir. 4. Heyvan seleksiyasında isə əlamətli möhkəmləndirilməsi məqsədi inbreeding aparılır. Sonra yoxdur heyvan seleksiyasında. Saf xətlər alınır hər ikisində. Sonra fərdi seçmədə tətbiq olunur hər ikisində. Cavabımız olur onda A variantı 16-cı sualımızda. 17-ci sualımıza baxaq. Müasir atmosferdə canlı maddənin hansı funksiyası nəticəsində müasir atmosfer nədən ibarətdir? Qazdan ibarətdir. Qaz nədir? Qaz yaratmaq funksiyası nəticəsində yaranmış ki, canlılar atmosfer. Hansı ifadə doğru deyil? Biosfer əhatə edir. Biosfer nədir? Biosfer odur ki, canlının yaşadığı təbəqədir. Yəni hidrosferin bütün qatlarında bəli ola bilər. Litosferin üst qatında ola bilər. Atmosferin bütün qatlarına stratosferdən sonra canlı yoxdur. Ona görə cavabımız olacaq D qatı. Atmosferin yuxarı sərhədinə doğru getdikcə canlının yaşamasını məhdudlaşdıran amil. Yuxarı sərhəddən doğru getdikcə ozon təbəqəsindən uzaqlaşırıq. Ozon təbəqəsi nə edir? Bizə ultramənaşəyi şüaların keçidinin qarşısını alır. Zərərli ultramənaşə hansı ki canlı orqanizmə təsir göstərir, onun həyatı üçün mənfi təsir göstərir və bu da ultramənaşəyi şüaların intensivliyi artdığına görə burada da bunların canlının yaşamasını məhdudlaşdırır. 20 şəkildəki diaqrama hansı işarələrin yeri dəyişməlidir? Plus işarəsi qoyub minus. Plus sinir sistemi fəaliyyətinə diqqətlə baxsaq, bu deməli sinir sistemində fəaliyyətinə baş verən dəyişikliklərin aşkar edilməsidir. Beyin safilogramma cihazıdır. Bəli, bu düzgündür, yeri düzgündür. İkincisinə bax, ürək və onun fəaliyyətinə baş verən dəyişikliklərini aşkar etməsi xeyr. Bax, bu səhvdir, onun yerini dəyişmək lazımdır. Sonra baş beyin kündələn kəsiklərinə təsvir almaq üçün istifadə olunur. Beynin biocəryanını qeydə alınır. Və burada mənfi işarəsi qoyub, bu bəli KT vasitəsilə, yəni kompüter tomografiyası ilə baş beynin kəsiyin təsvirinə alınır. Beyin biocəryanı qeydə alır. Burada mənfi qoyub əslində müsbət qoymalıdır. Bir də burada dəyişdirmək lazımdır. O da olacaq Y variantı. Canlı orqanizmlərin bəzi kimyəvi elementlər ətraf mühitdə özünün toplanması canlı orqanizm özünü toplayırsa canlı orqanizm qatlaşmaq xüsusiyyətinə malikdir. Yadınıza saxlayın. Toplamaq, qatlaşmaq deməkdir. Hüceyrə mühəndisliyi haqqında hansı ifadələr doğrudur? Hüceyrə mühəndisliyi deməli hüceyrə mühəndisliyi
Bir həm bitki, həm də heyvan hüceyrələrindən istifadə edilir. Bəli, düzdür. Elə birinci düzdür. Bitki xromosom sayının dəyişməsinə əsaslanır. Xeyr, bir orqanizmin gen digər orqanizmlər keçirilməsini təmin edir. Bu gen deməli 2 xromosom mühəndisliyidir. Bu xromosom mühəndisliyidir. Bu genin digər orqanizmlə köçürür. Bu artıq gen mühəndisliyidir. Bizə də deyir hüceyrə mühəndisliyin soruşur. Cinsi yola çoxalması mümkün olan hibridlərin alınmasını təmin edir. Bəli, bu da aid ola bilər. Bir də bu. Plazmidlərdən istifadə ilə plazmida gen mühəndisliyindən istifadə edirik. Ona görə də cavabımız olacaq 22-də 1'ə qoyduq plus, bir də 4-ə, bu da Y variantına uyğun gələcək. Sonra 23-cü sualımızda mavi toyuq mavi xoruzla çarpazlaşdırılır və 4 qara cücə alınır. Alınan nəsildə neçə cücənin valideyn fenotip olma ehtimalı olunur. Mavi toyuq bu heterozigot əlamətə malik olan biridir. Mavi də xoruzla da çarpazlaşdırsa bu zaman alınacaq böyük A, böyük A, 2 dənə böyük A, kiçik A, bir də kiçik A, kiçik A. Deməli, alınan nəsil 4 dənə qara cücə alınıbsa, 4 dənə qara cücə alınıbsa, bu zaman, yəni kiçik A, kiçik A'dır, qara cücələrin sayı 4-ə bərabərdir. Onda bura baxırıq, görürük ki, heterozigot, yəni valideyninki heterozigotdur, valideyninki ondan 2 dəfə çoxdur. Ona görə də burada ehtimalı neyəcək? 8 olmuş olacaq. Çünki bir dənəsindən 2 dənə olursa, 4 dənəsindən də x, x'imiz də buradan bərabər olacaq 8-ə. 24. Heyvan cinslərinin hansılardan canlının alınmasına növdaxili saf xətlər alınmış və xətlərarası hibridləşmə aparılmışdır. Kalmık Jersey qalamal cinsində bir Kalmık Jersey növdaxili dediyinə görə sonra 4 Berkshire Aksaniya donuz cinsində, bir də Aksaniya rombulesi Merinus qoyun cinsində. Yəni cavabımız olur 1, 4, bir də 6. Hansı canlıların cinsiyyət müəyyən olması dişi orqanizmlərdən asılıdır? Ümumiyyətlə yadınıza saxlayın ki, quşlar, sürünənlər, kəpənəklər bunlar nədir? Dişi heterogametliyə malikdir. Yəni dişilər X, Y olur. Ancaq güvələrin də erkəkləri XX olur, dişiləri isə X0 olur. Yəni dişi müəyyən eləyir də, yəni yenə də erkəyin və yaxud da dişini müəyyən eləməsi. Buna görə də götürəcəyik nəyi? Bir sürünən quşun kəpənəyə aid olan sürünən göyərçin götürürük. Güvəni götürürük. Elə burada 1 ilə 4'dür. Cavabımız olacaq 1 ilə 4. Sonra Mendel monohibrid çarpazlaşma zamanı noxud bitkisi üzərində apardığı təcrübə hansı genetik qanunu üzərə çıxara bilmədi? Deməli, dominantlıq hadisəsini çıxartdı, əlamətin parçalanmasını da çıxardı. Əlamətlərin ilişikliyini Morgan çıxarıb, Mendel çıxarmadı. Qametlərin saflığı hipotezi, əlamətlərin sərbəst paylanması, əlamətin sərbəst paylanması qanunun tam mahiyyətini izah edə bilməmişdir, sərbəst izah edə bilməmişdir. Ona görə də cavabımız olacaq 3, bir də 5. Uyğunluğu müəyyən edin Xaçnikov, Karpechenko. Biz birinci burada neyəcək? Karpechenkoya və Xaçnikova aid olanları müəyyən edəcəyik. İrəli homoloji sıralar qanunu müəyyən etmişdir. Bu Vavilyov elənmişdir. Buna heç biri ilə əlaqəli deyil. Sonra B bitki seleksiyasının dövsüzü aradan qaldırmaq üçün polpetlə istifadə etmişdir. Bu Karpechenkodur. Karpechenko bura uyğun gələcək. B. Sonra vətəni Mərkəzi Amerika olan bitkinin müxtəlif sortlarını almışdır. Bu bəli, bu Xaçnikovdur, qarğıdalı məsələn bitkisinin. Hibrid fərqdə dominantı idarə etmək üçün mentor metodundan istifadə etmişdir. Bu Miçurin eləyib, bunların heç birinin işi deyil. Vətənin Aralıq dənizi mərkəzi olan bitkinin seleksiyasını məsələn kələm, burada Karpechenko eləmişdim. Yəni 1-ə uyğun gələcək C, 2-yə də uyğun gələcək B, Y.
Sonra deyir ki, sizə təqdim olan situasiyanı diqqətlə oxuyun, verilmiş məlumatların 28-30 tapşırıqları yerinə yetirin. Yerüstü zoğların şəkil dəyişməsi olan bığcıqlar bir sıra bitkilər kimi çiyələk bitkisi üçün də xarakterikdir. Məlumdur ki, bığcıqlar əmələ gətirmək xüsusiyyəti iki dominant genin qarşılıq təsirindən asılıdır. Hansı genotiplə bığcığın əmələ gətirin söyləmək olar? Burada komplementarlıqdan danışır. Yəni burada iki növ dominant gen mütləq olmalıdır. İki növ dominant gen olmalıdır deyə hansı gen əmələ gətirib söyləmək olar. İki gen mütləq olanlar 1, 4, bir də 5. 1, 4 və mütləq 5-də 1-də var 2 gen, 4-də var, bir də 5-də varmış 2 gen. 29. Verilmiş genlərin qarşılıqlı hansı tipinə aiddir? Verilmiş komplementarlıqdır. Komplementar yazıq o zaman. C genotipli çarpazlaşmasına alınan neçə faiz? Fərqlərin alınan neçə faizi bığcıqlara malik Penten cədvəli tədbiq edilmiş məsələni həll edin. Penten cədvəli bu şəkildə təsvir edilir. Bu belə yazsaq. Burada yuxarıda birincinin yazırıq. Böyük R, kiçik, böyük R, böyük C yazdım mı? Buradan sonra yazacağım. Böyük R, kiçik C. Bunu biraz bu tərəfdən götürüm. Büyük R, büyük C. Sonra büyük R, kiçik C. Bunun genotipini yazıram. Sonra kiçik R, büyük C. Sonra kiçik R, kiçik C. Yazdık. Bir qədər səliqəsiz yazıram, üzr sayın. Sonra isə buradan da bunun ikiləri yazsaq. Kiçik R, büyük C, sonra büyük C. Buraya da kiçik R, kiçik C yazaq. Kiçik R, kiçik C. Sonra buradan da büyük R, kiçik R, büyük C yazaq. Buradan bir də bunları Penten cədvəlində yazsaq. Burada nə olacaq? Büyük R, kiçik R, büyük C, kiçik C. Büyük R, kiçik R, kiçik C, kiçik C. Buradan da kiçik R, kiçik R, büyük C, kiçik C. Kiçik R, kiçik R, kiçik C, kiçik C. Buradan büyük R, kiçik R, büyük C, büyük C. Sonra büyük R, kiçik R, büyük C, küçük C. Sonra küçük R, küçük R, büyük C, büyük C, küçük R, küçük R, büyük C, küçük C. Bizden neyi soruşur? Deməli, böyük R üçün bığcıqlara malik olacaqdır. Yəni, buradan diqqətlə baxsaq, 3 dənə bir bunda var, böyük bir burada var, bir də burada. 3 dənəsi olmuş olacaq. Deməli, buradan da neçə dənə? 1, 2, 3, 4, 5, 6, 7, 8. 3'ü böləcəyik 8-ə, vuracağıq 100-ə. Bu da eləyəcək 37 tam. Buna bölsək, bu da eləyəcək 37,5% etmiş olacaqdır. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.